Müəllimə, belə bir sual verim sizə. Dərs keçdiyiniz yerdə çöldən mahnı səsləri gəlir və uşaqlar başlayırlar oynamağa. Siz bu halda nə edərsiniz? Səbinə müəllimə elə də diqqətlə durub baxır ki, təəccüblə müəllimə bu sualları hardan çıxardır? Bu özəldir də. Əslində belə bir şey edərdim. Bir dəfə də hələ bir halına rastlaşmışdım. Elə ki, uşaqlara həqiqətən də 1-2 dəqiqəlik icazə vermişdim. Həmin səslərdən qulaq asıb oynamağa. Dərs elə ki, yordu keçməsin deyənə elə bir şey etmişdim. Amma ki, daha sonra isə yenidən dərsə qatmışdı və çölə də çıxıb mahnı səsini aşağı salmaqlarını istəmişdim. Amma belə cavab verirsən, bilmirəm necə qarşılayarlar orada. Amma belə bir hal başıma gəlmişdi. Müəllimə, elə düz düşünürsünüz. Bəli, həmin anda şagirdlərə bir neçə dəqiqəlik vaxt verirsiniz. Uşaqlar oynayır. Yəni ondan sonra diqqətlərini dərsə cəmləndirib dərsimizi davam edə bilərik. Yəni bunu belə deyə bilərik. Bəli. Bax, belə bir sual. Əgər şagird sizi bəyənməsə və sizin dərsiniz xoşuna gəlməsə, başqa işlərlə məşğul olarsa dərsdə, siz dərsi necə ələ alarsınız? Necə ələ alaram? Mən elə bir ki, mən dərsdə qarşılaşdığım sualları siz verirsiniz mənə. Bilirəm də, ürəyinizi oxuyuram. Şagirdim dərsdə fərqli bir məşğuliyyətlə məşğul olurdu. Mənlə yaxınlaşdım. Bir də ki, həmişə mən dərslərimi belə deyim də, quranda həyatla əlaqələndirirəm, maraqlı materiallardan istifadə edirəm ki, o dərsə cəlb olsun. Mən həmin anda məsələn onun fikrini özümə cəlb eləməkdən ötürü məsələn ona hər hansı bir maraqlı bir sual verərəm, ona əlaqələndirən bir sual verərəm, onu dərsimə cəlb etməyə çalışaram ki, o mənə qulaq açsın. Yəni o elədiyi fərqli fəaliyyətdən ayrılsın tamamilə. Burada məsələn əgər düz deyirsiniz Səbinə müəllimə. Əlavə olaraq məsələn burada gör sualın başlanğıcında deyir ki, əgər sizi bəyənməsə, dərsinizi bəyənməsə, dərsiniz xoşuna gəlməsə, həmin anda biz deməli o bizi bəyənməyən şagirdlə söhbət apara bilərik ki, məsələn hansı tərəflərimizi bəyənmir, onu araşdırarıq, onu məsələn o istiqamətdə müəyyən müsbətə doğru dönüş etmək olar, şagirdin bəyənəcəyi öyrənmə tərzlərini, məsələn şəxsiyyət tipini araşdıraraq o istiqamətdə fəaliyyətlərə onu cəlb etməklə biz onları dərsimizə cəlb edə bilərik. Yaxşı, müəllimə, belə bir sual verim. Valideyn gəlib sizin sinifdə uşağın yerini dəyişməsini istəyərsə, nə edərsiniz? İlk öncə mən uşaqların yerləşmə qaydasına, görmə qüsurlarına görə və boylarına görə yerləşdiyini söyləyərəm ilk öncə. Əgər onun uşağında belə bir hal varsa, görməsində problem varsa və yaxud da ki, boyu alçaqdırsa, mən onu nəzərə alaram. Amma yoxsa, sırf istəyirsə belə olsun, mən yenə də ona qaydanı başa salmağa çalışıram ki, belə olmalıdır qayda. Aha, yaxşı, bir dənə də sual verirəm müəllimə sizə. Əgər müəllim dərsə maraqlı olmayan və sıxıcı şəkildə başlasa, dərsin hansı mərhələsinin əsas tələbini pozmuş olacaq? Təbii ki, motivasiya mərhələsinin tələbini pozmuş olacağıq. Çünki ilk dərsimizə başlayanda motivasiyanı elə qurmalıyıq ki, şagird bizə cəlb eləsin. Çünki motivasiyamızı biz düzgün qurmasaq, uşağın öyrənməsində də çətinlik yaranacaq və uşaq bizə necə deyim, qulaq asmayacaq təbii ki. Motivasiyanın düzgün qoyulması dərsin neçə faizinin mənimsənilməsidir? 50%-nin mənimsənilməsidir. Bunu da deyirəm, maşallah. Aferin sənə. Afərin sənə Səbinə. Yəni bu sualları mən materiallarına atmamışam əslində. Bunlar bizim eksklüziv suallarımızdan idi. Və həqiqətən də yəni mən bununla sizin istənilən halda eşitmədiyiniz bir sual olarsa, vəziyyətdən necə çıxacağınızı yoxlayıram. Və düşünürəm ki, sənə əhsən. Əhsən, konstruktiv rəy sizin üçün. Maşallah. Amma burada həqiqətən bir çox suallarım var sənə vermək istədiyim, amma verməyəcəm. Növbəti görüşdə. Sağ ol Səbinə müəllimə. Axşam YouTube-da özünüzə baxarsınız. Sizi məşhurlaşdıracağam.